Turnirin açılış mərasimindən öncə Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra açılış mərasimi baş tutub. Əvvəlcə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov kompleksə gələn hər kəsi salamlayıb və iştirakçılara uğurlar arzulayıb. Yüksək səviyyədə keçirilən tədbirdə 11 döyüş təşkil olunub. Aşağı kart döyüşlərində Əli Məmmədov Cəsarət Yusubovu, Abbas Abbasov Nihat Nəbiyevi, Aqil Hüseynov Samir Məmmədovu, Rəmzi Məmmədov Əhmədağa İbrahimovu, Pirəli Yarəliyev Atamal Xan Kişiyevi, Əjdər Babayev Ədalət Zeynalovu məğlub edib. Əsas kart döyüşlərində isə Elmir Cəfərov Xəyal Niftəliyevdən, Mürvət Rüstəmov Fərhad Əhmədovdan, İlkin Babayev Tural Məmmədovdan, Şamil Abdiyev Nicat Tağıyevdən güclü olub. Gecənin son döyüşündə isə gənc döyüşçü Nihat Quliyev təcrübəli rəqibi Marat Səfərovu məğlub etməyi bacarıb. Asset Fight Championship təşkilatının prezidenti Turan Qulamzadə turnirin Sumqayıtda keçirilməsinin səbəblərini açıqlayıb. Sumqayıtda keçirməyin ən böyük səbəblərindən biri Sumqayıt idmansar şəhəri olduğunu hamı bilir. Burada demək olar ki, olimpiski, qeyri-olimpiski bütün idman üslərdən əksəriyyəti buradan, bu şəhərdən çıxır. Həm də bu il Sumqayıt gənclər şəhəri olduğu üçün biz nümunəvi turnirlərimizdən birini Sumqayıta salmaq istədik və biz çox məmnunuq burada turnir keçirdiyimizə, abu-havaya, insanlara, idmançılara. Xoş qarşılandıq, belə deyək, digər şəhər təşkilatı olaraq. Amma yenə də bizim ən böyük arzularımızdan biri Sumqayıtda böyük beynəlxalq turniri keçirtməkdir. Bu şəhərin idmançı şəhəri olduğu üçün. O, həmçinin iyunun 21-də Bakıda keçiriləcək UFC Fight Night haqqında da danışıb. MMA-nin olimpiyadası Bakıya gəlir, qısaca desək. Bu təşkilatçılara Bakıya gətirməyində əməyi olan hər kəslərə təşəkkür edirik. Çox böyük bir şeylər olacaq. UFC-dən sonra inanıram ki, Azərbaycan MMA-ində inkişaf fərqli formada olacaq. Ən azı belə deyək, yerli təşkilatlar, federasiya nəzdində olan klublar, hər bir bu işə can yatan insanlar içi bizim də təşkilatçılığın fərqli bir səviyyəsini görəcək. MMA üzrə ilk Azərbaycanlı dünya çempionu, idman ustası, Asset Fight Championship təşkilatının fəxri prezidenti Etiqad Atakişiyev yarışın qarşıdakı illərdə digər regionlarımızda da baş tutacağını vurğulayıb. Biz bilirik ki, MMA idman növünü bütün rayonlarımızda sevirlər. Sadəcə orada təşkilatçılıq, inkişaf zəifdir. Bununla bağlı konkret olaraq hər hansısa bir rayon yoxdur. Amma əslində mənim ürəyimdə olan bir rayon var ki, ilk yarışımız əgər regionlara salsa orada keçsə, orada ümumiyyətlə idmana maraq böyükdür. Həm də orada bizim qəhrəmanlarımız, igid oğullarımız, yəni Vətən müharibəsində də başqa rayonlarda olduğu kimi o rayonumuzda da çox şəhidlərimiz var. Allah onlara rəhmət eləsin. Mən nəzərimdə əslində bir rayonumuz var. İnşallah o turnir baş tutarsa siz də orada bizdən müsabiqə alarsınız. Qeyd edək ki, Asset Fight Championship'in cari ildə ilk yarışı fevralın 22-sində Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunub.